لا إله إلا الله محمد رسول الله علي ولي الله علي ولي الله. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطاهرين. اللهم صل على محمد وآله ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. نحمده ونستعينه. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət itaətimizi qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şifaətindən bir nəsib eləməsin inşallah. Muhammed al-Muhammed xatirinə Allah özümüzü, nəslimizi, bədə nəslimizi bu haq yolda sabit qədəm eləsin inşallah. Nəslimizdən, bədə nəslimizdən İslam və Əhl-i Beyt düşməni qərar verməsin inşallah. Allah Muhammed al-Muhammed xatirinə tamamən iltimas edənlərin duaların qəbul eləsin inşallah. Xəstələrimizə şəfa acil inayət eləsin inşallah. Allah dinə kömək eləyənlərə kömək olsun inşallah. Dinin düşmənlərin tamamən hansı məqamda var, tezlikcə məhv nabud eləsin inşallah. Allah Muhammed al-Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin. Qiyamətin günündə Peyğəmbər və Əhl-i Beytinin yanında üzü ağ insanlardan qərar versin inşallah. Söhbətimiz insan təklifi barəsində idi, insanın vəzifələri barəsində idi. Keçən dəfə İmam Zamandan olan o duanın barəsində bir miqdar danışdıq. Bir neçə kəlmə o mövzuda söz qalmışdı, dedim gələn dəfə inşallah onu davam elətdirərik. Həzrətin o münacatlarından biri bu idi ki, dedik, qeybət dövründə də təsirlidir insanın sabit qədəm qalmasından ötürü və keçən dəfələrdə də ərz elədik, bəzi dualar, bəzi əməllər, bəzi sözlər var ki, insanın fitnə fəsad çoxalanda sabit qədəmlə olmağından ötürü və yaxud şədaid, çətinliklər çoxalanda o çətinliklər və o şiddətli günlərdən istər maddi, istər mənəvi cəhətdə xilas olmaqdan ötürü hərəsinin özünə görə bəzi tədbirlər olur, bəzi məsələlər və əməllər olur ki, insan onlardan xilas olsun, nicat tapsın və çox çətinlik görməsin, ya tam müflis olmasın. Məsələn, maddi məsələlərdə əsasən insanların çətinliyə düşməməsi və deyək ki, o iflasdan xilas olması, nicat olmasının barəsində əsasən iki şey gətirirlər. Bir qənaəti gətirirlər, bir də infaqı gətirirlər, nəfəqə eləməyi. Ki, məsələn, rivayətlərdə də varımızdır və çox da təkid olunub ki, qənaət edin ta müflis olmamaqdan ötəri və mən əstəğna kim qənaət eləsə ehtiyatsız olar. Allah Teala demir ki, kim qənaət eləsə varlı olar, deyir ehtiyatsız olar. Çünki varlıqla ehtiyatsızlıq fərqli məsələlərdir. Çünki varlıq odur ki, insanın imkanı, pulu, varı, dövləti olsun. Ehtiyatsızlıq odur ki, heç onları olmasa da insanı Allah Teala müstəğni edir. Əsasən rivayətlərdə, hətta ayələrdə ki, insan üçün həyatı təyyibə gəlib ki, məsələn, Allah Teala bu sifətdə olan, bu əməldə olan insanı insan üçün həyatı təyyibə yaradar, həyatı təyyibə qərar verər. Həmin bu pulsuz ehtiyatsızlığa aiddir o. Ki, məsələn, heç belə var dövləti də olmaz, əlində imkanatı da olmaz, amma ehtiyatsız da olar. Ona deyərlər həyatı təyyibə. Düz daha pulla da, var dövlətlə də həyatı təyyibə olar, bir yerdə olar. Adamın məsələn imkanı olar, imkanatlarının
vacibi, müstəhəbbi nəfəqələrinin hamısını əda eləyər. Qalanın da elə Allah deyən kimi istifadə eləyər. O, onun üçün həyat-ı təyyibə olur. Amma əsasən o həyat-ı təyyibə ehtiyatsızlıq həyatıdır ki, insanın elə sən deyən var dövləti də yoxdur. Amma elədir ki, Allah Teala bunun güzaranını elə keçindirir ki, elə ehtiyatsızdır. Yəni, lazım olan miqdarda olur, istifadə edir də artığın daşımağa heç buna ehtiyac olmur. Nə özü əziyyət çəkmir, nə də ki, fikri zikri də elə yerində olur və həyatı da nə olur, keçinir. Məsələn, o qənaət deyirlər, insanı iflasdan və möhtaclıqdan qutarar, kiməsə əl açmaqlıqdan qutarar və insanın da düzdür, Allah Teala hər yerdə deyir ki, kim sizə əl uzatdı, elə bil mənim əlimdə onu boş qaytarmın, o əl ki sizə uzadır, o Allahın sizə gələn rəhmətidir ki, onu dala qaytarmın filan. Bu məsələlərin hamısı ilə rəğmən insanlar ki, özlərinin başqalarına möhtac eləyirlər, öz günahlarının nəticəsində onun demək olar ki, çətinliyi və onun sorğu-sualı o insanın özünün boynuna gələcək. Qiyamətin günündə deyəcəklər ki, sən niyə məsələn işləmədin, ta getdin başqasına əl açsın. Ola bilər insan bir əməl eləyəndə özü üçün sadə gəlsin. Amma insanlar bir əməl eləyəndə, ondan sonra bir işi görəndə gərək şəxs insanı nəzərdə tutmasın, növ insanı nəzərdə tutsun. Məsələn, fərz eləyək, bunu dəfələrlə eşitmişsiniz, bir dənə müəllim, bir dənə həkim bir hərəkət eləyəndə onun adına yox, müəllimliyin, həkimliyin ya mollalığın adına yazılır. İnsan da bəzi hərəkətlər eləyəndə insanlığın adına yazılır. Ona görə mən əgər öz günahımdan məcbur olub, özümü ehtiyaca salıb, gedib başqasına əl açıramsa, bu da pis görünür və pis də elə həqiqətən də pisdir və buna nə şəriət, nə qeyri-şəriət yaxşı baxmır. O yaxşı olmayan şey yazılanda o şəxsin adına yazılmır, o növ insanın adına yazılır. Məsələn, qərar olsa qiyamətin günündə bütün məxluqat hamısı hazır olar və orada onlar da sorğu-sual olunar. Orada insanın demək olar ki, nöqsanından da biri, başqa məxluqatın üstünlüyündən də biri həmin o əl açıb, əl açmamaq hesab olunur. Başqa məxluqat deyər ki, biz heç kimə neynəmədik, əl uzatmadıq, heç kimin qarşısında kiçilmədik. Baxmayaraq ki, Allah Teala deyinə təkrar edirəm, o uzanan əli Allah Teala öz əli hesab edir və hamıya da əmr edir ki, sizdən biri bir şey istədi, onu boş qaytarmın. Amma yenə də o əl çox da sevimli əldir, o yaxşı əldir, insana yaraşan əldir. Ona görə insan gərək elə eləyək ki, o əli başqasına uzatmaya və plus da ki, özünə uzansa əl, onu da neynəməyə, boş qaytarmaya. O da qənaətdən əmələ gəlir. İnsan qənaət eləsə, həmin ehtiyatsızlıq olar. Onun üçün və həyatı təyyibə də onun ardıycan gələr. Pak o Allah istəyən həyatda onun ardıycan gələr ki, biri qənaətdir ki, gərək bu məsələlərdə neynəsin insan, o qənaətin eləsin. Bir də ki, üləma deyirlər, xüsusən əxlaq alimlərimiz deyirlər ki, biri də infaqdır. Məsələn, alimlərdən biri şəxsə mənim özümə danışırdı, deyirdi, mənim pulum azalmağa başlayanda başlayıram tez-tez infaq eləməyə, ehsan eləməyə. Qalan 5-10 manatımı atıram Allahın hesabına, deyirəm, Allah, sənin dediyin yerə verdim, qaldım əlim boş məsələn. O, biz elə fikirləşirik ki, pul xərclədikcən qutarır, o pulu hər yerə xərclədikcən qutarar, amma Allah yolunda xərcləyəndə nə olmaz? Qutarar da, üstünə əksinə nə olar? Bərəkət gələr. O adam ki, elə təcrübətən də təcrübə eləmişdi və mənə də onu vəsiyyət edirdi ki, həmişə mən dedi, belə edərəm. Və adın yadın da çəkilməyini heç razı bilmədi, halallığını da vermədi, amma mən bu cür elərəm, həmişə də ki, o mənim karıma gəlir. Çünki Allah əmr edib infaqa, biri də Allahın sözünə baxıb iş görsə, heç vaxt o peşimançılıq çəkməz. Heç vaxt Allahın sözündən insan çətinlik çəkməz. İndi ehyanən 1-2 gündə geciksə, Allah Teala görərsən yoxlayar onu, görüm, əsədəqə əmkəzibə. Görərsən bu infaq eləməyində düz infaq eləyir, yoxsa elə yalandan infaq eləyirdi. Ya məqsədi elə pul qazanmaqdır, verirdi mənə ki, çox alsın. Elə Allahla biz ticarət edirik də və hər yerdə də ki, nə edirik? Biz qazanırıq. Allahın əslində o ticarətdən ehtiyacı yoxdur. Ta qazancından da ehtiyacı olan. Amma Allah Teala görsən hər yerdə deyir ki, Quranda da ayə var.
Əlləzinə yəştərunə bi ayati səmənən qəlilə. Onlar ki, mənim işlərimi, mənim ayələrimi və mənim əmrlərimi ucuz qiymətə satdı. Fəmə rəbihət ticarətuhum. Onların ticarəti heç vaxt qazanmayacaq və mahum muhtədun, heç hidayət də olmayacaqlar özləri. Bilirsiniz də, bu əməllər hamısı bizim mənəviyyatımızın möhkəmlənməyindən, inkişafından ötürüdür. Sədəqə ver, mənəviyyatdır məqsəd. Yoxsa Allahın bəndəsinə 2 manat pul verməyə gücü çatmır. Deyir, mənim bəndəmə sədəqə ver. Elə deyir, sədəqəyə bu qədər Allah Teala üstünlük verib. Allah elə o pulu sənə verincə də ona birbaşa verərdi. Elə deyir, özünə. Bunların hamısı budur ki, hər bir yolla insanların mənəviyyatında təsir qoysun. Əgər o sədəqədən məqsəd maddi cəhət olsaydı, Allah Teala deməzdi, və la tubdilu bi sədəqatikum məsələn bilmənni vəl əza. Sədəqələrinizi minnət qoyub əziyyət eləməklə batil eləməyin. Əşi, bu verdim, yedi, nə batildir? Namaz deyir ki, batil ola. Oruc deyir ki, ye orucu asla batil ola. Bu elə hədəf bu puldan yemək içmək idi. Mən də buna verdim, yedi, içdi, qarnı doydu da, qutardı. Allah Teala deyir, yox, qutarmadı, sən elə bilirsən, qutardı. Bu sədəqənin özünün də hədəfi, sonu yenə mənəviyyata qayıdır. Siz də həm minnət qoymaqla əziyyət edirsiniz və həmin sədəqələrinizi nə edirsiniz? Batil edirsiniz. Batil də yadınızda qalsın. Məsələn, biz düzdür arada işlədəndə öz aramızda deyirik, bu alver batil olub. Bu alver batil olub. Amma əslində ibadətdə işlənən o batil sözü ibadətdə işlənər. Əsli həqiqətdə. Yəni, namaz batil olub, oruc batil olub. Həmsən deyərlər, o alver baş tutmayıb, o alver düz alver olmayıb, o alverin şərti yerində olmayıb. Sadəcə biz onun hamısını da ümumiləşdirib deyirik, alver batil olub. Amma əslində butulan batillik o ibadətin sifətidir. Ki, yəni deyərlər, ibadət batil olub. Məlum, görürsünüz Allah Teala da orada o sözü sədəqədə işlədir ki, və la tubtilu sədəqatikum bilmənni vəl əza. Sədəqələrinizi minnətlə və əziyyətlə batil eləməyin. Batil eləməyin, bəs bu mənası budur ki, Allah ki bu sözü sədəqədə işlədir, yəni sədəqə də ibadətdir. Sənin 1 manat verməklə, onun bir qarnının dolmağı, o əsas məsələ deyir. Dediyim kimi Allah Teala onu istədiyi verdə nə eləyər? Və mən yəttəqillah yəcəlləhu məxrəcə və yərzuquhu min heysu la yəhtəsib. Adam fikirləşmədici yerdən Allah onu ruzulandırır. Əslən, orucluğun rivayətində, hədisində var ki, neyin oruç tutan arada yatsın. Suslayanda, acanda yatsın. Niyə? Çünki deyir Allah Teala yuxuda onu yedizdirər, içizdirər. Olmayıb, başuca gəlməyib, ac vaxtı, acından məsələn dözənmirsiniz, yatmışsınız, biraz gözdə yuxu gedib, ayılmışsınız, görürsən ki, nədir? Aclığın keçib, ya susuzluğun keçib. Mən elə orucluğu yatmaqla keçirdirəm. Yiyə-yiyə, yuxudan var. O həqiqət, o hədislərin şeyidir, mənasıdır ki, insanı Allah Teala yuxuda yedizdirir, içizdirir da, o mənada yox ki, məsələn, elə bu biri yemək kimi, məsələn, çox yatson kökələrsən ki, yeməyi çox yiyərsən orada. Məna odur ki, Allah Teala onun aclığın, susuzluğun neyinir? Orada aradan aparır. Bir növ su ilə, yeməklə onu yuxuda neyinir? Yatdığı vaxtda təmin edir. O məsələn özü də bir növ nədir? Allah Teala eləyə bilər bir nəfəri, nəinki sənin əliylə. Elə o yatdığı kimi, məsələn, orucluqda yatdığın kimi elə onu aclıqdan, susuzluqdan neynəyər? Ehtiyatsız eləyər. Sənə möhtac eləməz də. 2 gün ki, sənin o 1 manatla keçinəcəkdir, Allah Teala onu 2 gün belə yola verər, başqa bir şərafətli əllə onu neynəyər? Qismət eləyər. Sadəcə sən, mən, biz bir-birimizə nisbət Allah istəyir bizim üçün liyəblivakum əyyukum əhsənu əməla. Kim görək bu məsələlərə daha yaxşı əməl edəcək. Və biz Allahdan neynəyək? Görək nə ala biləcək. Bu bazardır, bu fürsətdə düşüb. Görək bundan istifadə edib ala bilirik, ya ala bilmirik. Məlum. Və əsas da məqsəd mənəviyyatdır. Ki, deyir, sədəqələrinizi batil eləməyin. Yəni, o sədəqə ibadətdir, neynəməyin? O ibadəti batil eləməyin. Siz minnət qoyacaqsınız, gedib orada-burada deyəcəksiniz. Ya, məsələn, biri gəlib, deyir ki, bir nəfər var. Məsələn, bir şey verim ona, mən də qoymuşam. İndi, məsələn, fərz elə sən də verib gəlmişsən də, indi 1 manat, məsələn. Bir 20 qəpik də götürüb verməyə nə var ki, ta deyəsən, deməyəsən, mən elə indi gələndə verdim, gəldim.
Çünki bu özü bir növ minnətdir, özü bir növ riyadır, batil elə. Bir 20 qəpiyi də verdin, gəla ver. Da deməcəklə mən verdim. Və yaxud da ki, bəzən biz sədəqə verdiyimiz adamlara görə nisbət təmənnalarımız olur. Mən çox eşitmişəm, görürsən ki, deyirəm, bu da yetim. Böyücütlüyü qudurtduq. Məsələn, bunların kəndində bir dənə yetim olub, məlum. İndi bunlar yetim vaxtı buna bir tikə çörək veriblər, Allah verəndən. İndi bu gəlib böyücüyüm, məsələn, gedib bir yerdə yaşıb, belə imkanlaşıb, filan edib, bunu tanımır, ya gəlib yanından keçib görməyib, ya məsələn də, ya deyək ki, elə səhv eləyib, buna əhəmiyyət verməyib, əşi də bunun mənası budur ki, yetimlikdə sən buna bir tikə çörək veribsən, bu gəlir elə gündə sənin qabağında büt kimi istahiş eləyə çıxıb gedə. Tabi bu sədəqəlikdən də çıxdı, belə də ibadətindən, mənəviyyatından da nədir? Heç bir təsiri qalmadı. Veribsən, Allaha görə vermirsən. Əgər təmannon bu idi ki, bu bölgəyəndən sonra gəlsin, əvəzin çıxsın, da nöş deyirsən, sədəqə vermişəm, Allaha görə vermişəm. Deyirəm, borc vermişəm də. Məlum, Allah Teala buyurur ki, onlarla batil eləməyin ibadətlər üzü. Heç əgər belə olsa, hidayət də ardıcan gəlməz onun. Əl-ləzine əşlərunə bi ayatillahi səmənən qəlilən fəmə rəbihət ticarətəhum və mahum muhtədun. Onlar ki, bizim ayələrimizi ucuz qiymətə satırlar, onlar nə olmazlar? Ticarətdə qazanmazlar və onlar hidayət də olunmazlar. Yəni, sədəqə kimi məsələn, insan bu qədər ucuzlaşdıranda Allah Teala deyir ki, onun hidayəti də sənə qayıtmayacaq. Mənəvi təsiri neynəməyəcək? Olmayacaq. Bəs o infaqla, ondan sonra qənaətlə neynən? Var dövlətinizi çoxaldın. Məqsəd budur ki, özünüzü ehtiyatsız elün, amma gəlib o yollarla neynəmən? Batil eləmən. Və infaq da eləyəndə, təmənnoz da ki, bu ki, biz deyirik, infaq eləyəndə çoxaldacaqsan, ki, ayə də deyir, ləyin şəkərtum ləzidənləkum. Əgər şükür eləsəz, artıracaqsınız. Bizim nə qədər hədis, rivayət, ayə varımızdır ki, şükür elə şükrənlillah deyir. Şükür neyməti yerində istifadə eləməkdir. Düzgün istifadə eləməkdir. Siz yəni onu infaq eləsəz, Allah deyən kimidir, bunun şükrü də Allah da bunu neyəcək? Artıracaq. Amma axırında biraz səbr eləmək lazımdır. Axırında bir dənə səbr eləmək lazımdır. Elə insan hər nəyi gözləyə. Birinə mesaj göndərsən, görsən, biraz keçəndən sonra gəldi dastavka. Biraz da keçəndən sonra nədir? Cavab gəldi. Sənin mesajın onun mesajı ilə toqquşmur yolda. Elə deyir. Vermirsən infaqı, hələ qoy geçsin, çatsın bunun mədəsinə, sonra Allahdan cavabını istə. Allah ondan qabaq verər, səninki çatmadan özün üçün göndərər. Sadəcə sən deyəcəksən, bu başqa şeyin cavabıdır. Məlum? Çünki yozmayacaqsan ki, Allah Teala mən verməmişdən qabağını eləmişdi. O kim deyir? Məsələn, bir nəfər, kim bir dənə ehsan eləsə, Allah onun əvəzində onun verər. Allah elə onun əvvəldən onun göndərərdi, bu hələ verməmişdən qabaq. Sadəcə bu ora yazmayacaq axı. Bu ora yozmayacaq axı. Məlum? İndi ehyanən bir gün, 2 gün gecikdi elədi də, o da hikmətdən olar ki, Allah Teala deyir, görün bu peşman olacaq infaq eləməyinə. Sən də dədə vay, 2 manat pulum vardı, mən də allandım, o mollanın sözünə verdim, Allahdan da bir xəbər yoxdur, və nəyi niyəcək, nə qayracaq, Allah istəyir görüm ki, bu nə qayracağı deyəcək, ya deməyəcək, səbir eləyəcək, ya eləməyəcək. O özü də bir məqamdır, o özü də bir məsələdir. Məlum, amma çox adamlar da var ki, görürsən, məsələn, o var dövlətliyindən peşmandılar. Hətta dünyəvi adamlara peşmandılar. Yoxluğu üzü istəyirlər. Onlar bir neçə cəhətdəndir. Bəzən onlar, görürsən də yorulublar, yoxluq istəyirlər. Bəzən də görürsən ki, bunlar o var dövlətlərin əllərində saxlaya bilmirlər. Zəmanət çətin, biraz qıtlıq, biraz çətinlik filan bəs məkan ətrafda çox. Gəlirlər bundan alırlar, bu da dözə bilmir o verməyə. Ürəyi partlayır, ay Allah, buna baxı, yatıb indi durun, mən o başlandan bazarda qazanmışam, indi gətir ver buna. Bu xeyr işə dözümü yoxdur onun. Xeyr işə tabı yoxdur. Görürsən, o adama ki, ehsan eləyib, infaq eləyib, ona qarşı başlayır paxıllıq eləməyə. Nöş yatırsan da, acıda indi bu qələt eləyib yatıb da, bilməyib yatıb. Ya yoxdur, gedib, görüb elə yatmaq hamısından yaxşıdır. Məlum? Görürsən, bəzən adamlar istəyir ki, əllərindən çıxsın var dövlətləri, o ehsanın qarşısında tab eləyə bilmir. Halbuki o ehsan onu nə eləməlidir? Getdikcə gözəlləşdirməlidir, getdikcə möhsin eləməlidir. Elə deyir?
Bir adam özünə bəzək vurur, getdikcə yaraşıqlı olmalıdır, elə deyil. Əgər bəzəyin üstündən bəzək vurursa, bu pisləşməz ki. Bu ehsan, mühsin, gözəlləşdirmək, gözəl, ondan mühsin olmaq, bu insanı getdikcə yaxşılaşdırmalıdır. Amma bu görürsən, getdikcə pisləşir. Niyə? Çünki yerində deyir də, düzgündür. Dözə bilmir, ona görə bəzi. Amma məsələn, adamlar da var, mənə bir yerdə rast gəldi, deyir, üləmadan biri Nəcəfdə o hərəmin xidmətçisi görüb ki, gecənin bir aləmində hərəmi bağlamaq istəyirdi, bir nəfər gəldi. Çox qəribə gəldi buna ki, bu gecənin bu aləmin nə var elə indi Şamı xiftəni qılıb gedib, bu vaxt gəldi. Qapını bağlamır, keçir bir tərəfdən görüb, güdüm ki, bu nə deyir? Nə deyir? Deyir, gördüm, gəlib yalvarır, yaxarır, gözünün yaşını tökür ki, Allah al məndən, al məndən, al məndən, al məndən. Çıxanda deyir, yaxaladım bunu. Dedim, ağa, cəmaət gəlir burada, deyir, Allah ver, Allah ver, Allah ver. Sən gəl deyirsən, al, al, al. Deyir, ki, hərənin bir dərdi var. Çox an verir həzrətə ki, nə məsələdir? Deyir də, mən yaşaya bilmirəm. Deyir, ətrafımda, evimdə, çölümdə kimi çıxıram, elə görürəm, onun o şiklin görürəm. Dözə bilmirəm də, məsələn, çörək verdiyim uşaq nə formadadır. O mənəviyyatın, o mücərrəd aləmin, əməllərinin şəklini görürmüşdü onların. Ona görə gəlmişəm, deyirəm, nədir? Al məndən, yəni bu bəsirəti götür məndən. Qoy, belə də görməyin bunları bir formada. Ki, insan gəlir belə də olur mənəviyyatında. Maddiyyatında da görsən gəlir belə olur. Hər halda infaqdır, bu qənaətdir, insanı gəlib bu maddə problemlərdən neynəyər? Çıxardar, iflasdan çıxardar, insanı möhtaclıqdan çıxardar. Eyni ilə də qeybət dövründə və bütün dövrlərdə, xüsusən qeybət dövründə ki, insanlar başsızdır, nə peyğəmbər yox, nə imam yox və zahirən başsızdılar və qeybət dövründə də fitnə fəsadlar çoxdur, həddindən artıq və elə ged-gedə də çoxalır. Görürsünüz də, hər gün dünənkindən çətin gəlir. Hər gün dünənkindən çətin gəlir. Hər gün dünənkindən fəsad çoxdur. Hər gün dünənkindən insanların, necə deyirlər, mənəviyyatsızlığı çoxalır, mənəviyyatsızlığı çoxalır. İnsanın əxlaqsızlığı çoxalır. İnsanın bir-birinə qarşı, dinə qarşı, mənəviyyata qarşı düşmənçiliyi artır. Elə görürsən ha belə. Biraz geniş dairədə baxanda görsən ki, hə, məsələn, bəzi hallarda görsən, yox, dostlar çoxalır. Amma biraz kiçik dairədə baxanda görsən ki, yox, dəqiq baxanda düşmənlər çoxalır. Düşmən yerində var, bəzən dostlardan da dönür düşmən olur, müsəlmanın düşməni var, müsəlmanın özü də durub görsən nədir? Müsəlmana nə olur? Düşmən olur. İnsanların bir günlərdə əllərində yazmağa, pozmağa, məşhurlaşmağa, bir iş görməyə heç nə qalmayıb, nə iş görsünlər ki, bunlara iş görən desinlər, bunlar da hənəs edir. Bax, elə görsən gəlir də, elə ki, gələn dinə bir şillə vurur. Gələn rəyasətini istəyir dinin üstündə tətbiq eləsin. Vəzifəsini oradan alsın, zıvaniyasını ona görə alsın, nə bilim, müdiriyyəti təsdiqlənsin buna görə. Neynədin? Mən də bu işi belə elədim. Elə bil, hər şey qutarıb. Bir dənə pajarını gəlmir dünyada dinin başına, o da gözləyir axırda təmənnada ki, yandıracaqlar, mən də gəlib söndürüb külündən pul alaram. Ki, o da ki, heç kim onu yandıra bilməyəcək. Din elə yandırır, heç külü də qalmır. Komünistlər geri qayıdıb, ondan sonra komsomollar geri qayıdıb, pionerlər geri qayıdıb. Biraz keçəndən sonra görəcəksiniz, o zınaçoku da düzəltdilər, o bileti də düzəltdilər, qalustoku da verdilər ki, gəl onu asın boynunda. O vaxt mənə yaşlılardan biri danışdı, dedi ki, müəllim ya müdür tapşırır işçilərinə ki, ya şagirdlərinə ki, hökman sabaha qədər, sabah gələndə dinin əleyhinə neynəmsiniz? Gətirin rəsmi surətdə göstərin, deyin ki, mən bu işi gördüm dinin əleyhinə. Sabah gəlirlər 3 nəfər ki, bunları deyəsən işə götürməliymişlər ya nəsə. Biri deyir ki, mən belə elədim, deyirlər ayaqçı. Biri deyirlər, mən belə elədim. Biri də deyir, mən heç nə eləməmişəm, xəcalətliyəm filan bəsməkən. Deyir, heç nə eləməmişsən, deyir, valla, gəzdim kəndə aşağı yuxarı, dinə zərbə olan bir şey tapa bilmədim. Səhərə qədər də oyaq qaldım. Ancaq bir dənə elə onu bildim, dedim, indi eləyim də tutar, tutmaz da heç. Dədəm sübh namazında, lampa işığında namaz qılırdı, pilədim, lampanı söndürdüm, möhrü götürdüm, çıxdım, getdim, namazı pozuldu. Bunu verirlər rəis o idarəyə, deyirlər, əsl işi sən görmüsən. Olar ki, belə sən birbaşa Allah namını nədir?
rabitəsini neynəmsən? Kəsimsən, qırmısan. İndi axtarırlar böyükdən kiçicə. Olmayanda elə pileyib lampiskanı söndürürlər, möhürü götürürlər. Əşdə biz də fiqh bilirik də, möhürü götürəcəm, əlimi qoyacam, alnımı qoyacam, əlimin üstünə qoyacam. O kişi avam imiş pozub. Dayı bu indikilər avamlıqdan keçib. Elə deyil. Onda kitab tapılmırdı. İndi cəmaatın telefonunu da əlindən almayacaq ki, elə deyil. Keçən dəfə mən deyirdim, burada deyirdim, ya harda deyirdim. Bütün kitab dəftərinin hamısını yer üzündən yığalar, cəmaatın elə o telefonlarının yaddaşında olan dini materiallar 70 il ələ bəst olaraq. 100 il bəst olur. Valla qardaşlar bəzən görürsən, elə hədis oxuyurlar, deyirlər mənə, heç mən 40 ildir, ilə bir kitab oxusam 40 dənə kitab eləyir, hədis mənə rast gəlməyib. Gör nə qədər zəngin məl. Yəni o dini yandırmaq keçib, o yuxuda da görməyəcəklər onu. Amma üst-üstə götürəndə fitnədir də, fəsaddır. Bu fitnə, fəsad dünyasında da mənəviyyatı saxlamaqdan ötəri, mənəviyyatı qorumaqdan ötəri və o necə deyim də zəlalətə düşməməkdən ötürü də bizim müxtəlif formalarda belə duamız var, ibadətimiz var, namazımız var, təvəssül formalarımız var. Ondan sonra ki, əyimmə əvvəlcədən yazıb, o bilirsiniz necədir? Elə deyir ki, məsələn, elə duras bir nəfər çıxa gedə, yerini də boş qoya, yerinə də adam təyin eləməyə, ondan sonra neynəməyə və elə cəmaatı da kitabsız, dəftərsiz qoya gedə. Və mən bu çıxsa neynəyim, bu çıxsa neynəyim, belə deyir. Hamısı yerindədir, tam şəkildə də bizim əlimizdə, ixtiyarımızda Əmmə-i Məsudun, xüsusən İmam Zaman bəzi məsələlər qoyub gedib ki, bu çətinliyiz olsa bunu oxuyun, bu çətinliyiz olsa bunu eləyin, bu namazı bu vaxt qılın, bu namazı belə eləyin ki, şükür Allah, hamınız məndən də çox neyinirsiniz, bilirsiniz onların. Ehyanən bayaq dediyim kimi, birdən tutmayanda da, gecikəndə də, ondan sonra necə deyim, alındıra da bilməyəndə o bizdəndir, o duadan deyir. O bizdəndir, duadan deyir. Qədim biz laf uşaq vaxtı olanda, görürsən, o kənd yerində yadında da biraz çoxdur, uşaq qorxdu, nə bilim, diksindi, ağlayır, qorxub. Onda elə uşağın dədəsinə, nənəsinə, özünə, üçünə bir dua yazırdıq, üçü də quzu kimi olurdu, başını qoyurdu, yatırdı yerə. Bir dənə Qul-Hüvəllah yazıb verirdik. İndi Coşan Kəbiri yazıb verirsən, təsir eləmir. Vallahi, indi mən yazmıram, yazanlar yazır. 30 cüz Quranın yarısını oxuyub bilirsən üzünə, görsən təsir eləmir. Vallahi biz gecə bir dəfə oturmuşduq həyətdə, qonşu kətdən gəldilər ki, vallahi bu uşaq yatmır, ürəyi partlayır, neynir, bir dənə dua yazdım, nə duası yazdım, bir dənə qorxu duası, bir nəzər duası. Mən də vallahi sonra bildim ki, Zəlzələ surəsini yazıb adam üstündə saxlasa, o qorxu təsirindən düşər. Bir dənə elə Qul-Hüvəllah, Əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuven əhəd, düz yazmışam. Bismillah da yadımdan çıxmışdı, hə. Elə üçün o Bismillah'ı yazmamışdım, ona görə onda Bismillah soğudu, verdim. Sabah saat 11 idi, gəlib həyətdən keçirdi, soruşduq ki, nətər, dedi, Allah haqqı axşamdan yatandı. Dedim, bir gedi yoxla, sonra qanı gələr boynumuza, gəlib, öldürdün uşağı, hə. Bu cürə. İndi Coşan Kəbiri yazıb verirsən, təsir eləmir. Fitnə çoxalıbdır, elə deyir. Fəsad çoxalıbdır da, elə deyir. Qarışıb da biraz. Adamın materialı da o material deyir. Onda bir dənə Qul-Hüvəllah təsir edirdi, minlə Allahın adı təsir eləmir. Elə deyir. Ondan da nədən Coşan Kəbir düşüb təsirdə, ya Qul-Hüvəllah düşüb təsirdə. Onda broiler toyuğu yox idi axı. Elə deyir. Bu qədər məsələn dükan bazarı yox idi axı. Bu qədər fitnə fəsad da yox idi. İnsanlar yemək içməklər də valla. Onda məsələn 50 il yaşayıb xums yeyən ada verməyən adamın çörəyinə haram demək olmazdı. Mümkün deyil, xums əlaqə tapmasın ona. Ya məsələn, ömrü boyu namaz qılmayan adamın çörəyinə haram demək olmazdı. Niyə? Bu namaz qılmır, amma halal haramın qoruyurdu. Namaz qılmır, haramanı. Mən birinə dedim, gördü, biraz çörəyi yemək təklif elədi, biraz çəkindi. Dedi, nə məsələdir, namaz qılmadığıma görə deyirsiniz çörəyim. Mən namaz qılmıram, amma bu haram ki, yemirəm. Namaz qılmıram, indi qılıracam, qılmayacam, sizə aid deyir, onu Allahla özüm bilərəm. Amma mən, sizin dəhliniz nədir, mənim çörəyim haramdır? Amma elə namaz qılanın da içində çətinliyinə, mollanın içərisində çətinliyinə halal çörək qazanan, ya halal çörək tapmaq olur. Qarışıb dəyə bağlıdır. Molla ki, sizdən də özünüz bilərsiniz. Bizim çörəyimiz haramdırsa qiyamətdə siz cavab verəcəksiniz. Halal da olsa sizə görə sağ olur. Bizimki sizdəndir. Elə deyir. O mollaya, bizim yanımızda mollalardan birinə deyirlər ki,
Oğlu nə mollu eləmədin? Dedi, sözümə baxma. Dedi, niyə baxmadınız? Mollanın da özüdür, sizdən də sizin çörəyinizi gətirdim, yedirtdim onu, o da sizə baxmayan oldu. Məlum, orası elə. Və sözüm budur ki, təsir elə, o hamısının dərman yerindədir. Amma təsiri bizim özümüzdəndir. Biz özümüzü elə qoymuşuq ki, təsir eləmir. Adam var yanında bir kəlmə, yavaşdan danırsan, görsən o ayrı yuxudan. Adam da var, mənim yadımdadır, 2 nəfərə, 1 nəfəri götürdük, döşəyə qarışıq bu otaqdan apardıq, qoyduq o bir otağa. Dedik, bəlkə ayılmadı, ha da qonaq gəlirdi, o evi boşaltmaq lazım idi. Apardıq, qoyduq o bir otağa, vallahi ayılmadı. Döşəyə yerə qoyan kimi tərpəndi, dedim, deyəsən ayıldı, yox, bir dənə elə xorr elədi, fırlandı, o birisi üstə yatdı, orada elə qaldı səhərə qədər orada məsələn. Adam var belədir. Adam da var, bir nəfər vardı, rəhmətli deyirdi, mən yerdə yatsam, polun üstündə yatsam, nəinki taxtanın üstündə. Deyirdi, məsələn, 1-ci mərtəbədə bu, bəzən polyad olmur da, elə torpağın üstünü düzəldirdilər, deyirdilər, məsələn, yorğan döşək salırdılar, həsir, palas, kilim, ondan sonra taxta vırmırdılar da. Deyirdi, orada mən döşəyin, yorğanın, balışın üstündə yatanda, gecə sakitlikdə, həyətdən pişik də keçəndə onu hiss eləyirəm. Pişik də keçəndə, pişik də çox səliqəli heyvandır, bəzi insanlardan fərqli olaraq. Palçıq görsən buradan da adam gəlir, üzrə qədər palçıqdır, özü batırıb, özünü ayağın yeri ilə qoyub, palçıq fısıldayıb töküyor. Amma pişik gəlir, ayağın kabloku da qapqaradır, ağappaqdır. Elə səliqə ilə. O deyirdi, pişiyin mən səsini dəfələrlə də deyir, durmuşam, görmüşəm, pişik gedir həyətinə. Bu cürə həssasdır. İndi insanların mənəviyyatının o birinci misalda dediyimiz də var, ikinci misalda dediyimiz də var. Eləmir də ona da ayə təsir eləməyəcək. Quranı oxuyursan, üzünə deyirsən, o təsir eləmir. Yazıb onun cibinə qoysan, onda təsir eləyəcək. Təsir eləməyəcək. Nədəndir? Hamısı da bu fitnə fəsadın çoxluğundandır. Biraz da biz elə özümüz də bəhanə eləyirik ya fitnə fəsadı. Bən niyə? Fitnə fəsad çoxdur. Fitnə fəsad çoxdur, sən ki görürsən, o düşmə də fitnə fəsada. Hər halda, keçək bu hədisi oxuyaq, tamam eləyək. Qardaş durmuşdu saatın qabağında. Mən bilmədim neçədə başlamışıq. Çox olsa qardaşı da anlarsınız ki, niyə qoymayıbsan filan kəsin saata baxmağa. İmam Zamanın bu duası da o qeybət dövründə fitnə fəsaddan elə bil amanda qalmağa təsir qoyan dualardan biridir ki, İlahi Əzim nə idi onun adı? Bu dəqiqə siz bir salavat zikri eləyin, mən deyəcəm. Allahümmə səllə Allahümmə ərzuqnə tövfiqət taə, keçən dəfə onu oxuduq. İlahi bizə ibadət taət tövfiqi ver və bu'dəl məsiyə. İkincisi də bu idi ki, Allah günahdan uzaq olmaq tövfiqini ver. Biz də dedik ki, bunlar biri-birinə bağlıdır, yəni mürəkkəbdirlər. Adamın ibadət tövfiqi ola, ibadət eləyə, günahdan da çəkinməyə, o ibadətin nədir? Faydası yoxdur. İnsan günahdan çəkinə, ibadət eləməyə, onun mümkündür biraz faydası olsun. Niyə? Çünki insan günah eləməsə, ibadət də eləməsə, o günah eləməmək yaxşı iş hesab olunar. Günah eləməmək yaxşı iş olan halda innəl həsənat yüzhibnəs səyyat, yaxşılıqlar da pislikləri yuvar aparar. Bunun pisliklərindən azallar, hidayət olmağında nə olar? Təsir qoyar. Amma tam şəkildən ötürü gərək ibadətlə tərki günah ikisi də bir yerdə olsun. Ona görə də görürsünüz, Həzrət deyir ki, Allahümmə ərzuqnə tövfiqət taə və bu'dəl məsiyə. Allah bizə ibadət tövfiqi ver və günahdan çəkinmək və günahdan çəkinmək yox. Bu'dəl məsiyə, yəni günahdan uzaq olmaq tövfiqini ver bizə. Həm ibadət eləyək, həm də neynəyək? Günahdan uzaq olaq. Elə bu deyir yox və sidqən niyyə. Bunun da şərti sidqi niyyətdir. Niyyətimiz də sadiq olsun. Yəni, həm ibadətimiz sadiq niyyətlə olsun, həm də günahdan çəkinməyimiz sadiq niyyətlə olsun. İbadət özü bir dənə ibadətdir. Günahdan çəkinmək də baxmayaq ki, bir iş deyil. Elə bir var, məsələn, namazı qılırsan, bir də var, qeybəti eləmirsən. Fərqli-fərqli bunu hərəkətlə əmələ gətirirsən, amma orada heç bir şey yoxdur, sadəcə qeybət eləmirsən. Baxmayaraq ki, o qeybət eləməmək özü, məsələn, günahı tərk eləməkdir və insanda qərar deyil günah eləsin və qeybət eləsin, elə gərək günah eləməsin, amma ona da Allah Teala nə yazır? Savab yazır da. Elə deyir, qeybəti tərk eləmişəm də.
Namazı qılıram, orucda da yeməyi tərk edirəm. Görsən, yeməyi tərk eləməyə də Allah savab yazır. Məlum, günahı tərk eləməyə də Allah savab yazır. Ona görə ibadət eləmək və günahı tərk eləmək, hər ikisi ibadətdir, sidqi niyyət lazımdır orada. İnsan günahı da tərk eləyəndə gərək sadiq niyyəti olsun. Ki, mən Allah sənə görə bu qeybəti eləmədim. Sənə görə bu yalanı danışmadım. Ola bilər bir adam ömrü boyu yalan danışmayıb. Yaxşı adamdır. Amma o yalanı Allaha görə tərk eləyibsə, onun savabı da var. Yox, Allaha görə yox. Belə o Rus kimi sovestli imkan verməyib buna neynəsin, yalanı danışmasın. O da onun insanlığında yerində. Amma ahirət bir savabı olmaz onun. Ahirətində bir təsir olmaz. Ona görə istər ibadət eləyəsən, istər günah eləyəsən, nədir? Niyyət nədir? Sadiq olmalıdır və sidqən niyyə. Allah bizə nədir? Həzrət buyur ki, niyyətin sadiqliyin, sidliyin, ixlasın neynəginən bizə nəsib elə. Mən bir-iki dənə hədis yazmışam. Tez-tez oxuyum, tərcümə eləyim, keçək. İmam Sadiq əleyhissalam buyurur ki, yəcibu ən yəsturəl ibadətə minəl mu'min imtisalən li əmrillah. Vacibdir ibadət insandan Allahın əmrinə boyun əyməyə görə baş versin. İnsan ibadəti Allahın əmrinə itaət eləmək niyyəti ilə əmələ gətirsin və təqərrübən ilə və qürbətən ilə Allah neynəsin? Onu əmələ gətirsin. Və o niyyətin özü də təqərrüb olsun gərək. Qürbətən ilə Allah olsun. Pəs fəma kanə lillah fəhvə lillah. İndi deyir bir dənə ibadət, bir dənə əməl qürbətən ilə Allah oldu və Allaha xatir oldu, elə lillah. O Allaha xatirdir. Yəni Allaha məxsusdur və Allahın yanındadır. Fəma kanə linnas, amma o ki Allah cəmaata xatir oldu, fəla yəsədu ilallah subhanə. Bu heç vaxt nə eləməyəcək? Allah yanına suud eləməyəcək. Allah yanına qalxmayacaq. Çünki bu nə olub? Allaha görə olmayıb ki, ta orada aparsınlar. Əslən mələklər gəlib ona baxmayacaq da. Gəlib qaydacaqlar. Gətirdiniz yox, niyə? Buralıq deyirdi. Cəmaatlıq idi, qaldı elə ortalıqda. Məlum? Və mən əmləli qeyrillah vəkkələhu ilə mən əmilələ. Kim də Allahdan başqasına görə əməl eləyibsə, Allah Teala da həmin adama bunu vəkil eləyəcək. Deyəcək, ged onun yanına. Qiyamətdə də deyəcək, ged onun yanına. Həmin o daş məsələsini bilirsiniz, İmam Sadiq əleyhissalam buyurur ki, kişi bir dənə daşı da dostsusa, Allah qiyamətdə onunla məşhur edəcək. Verəcək o daşı qucağına, deyəcək, nəyin var, istə bundan. Onun ki, məsələn, mən namaz qılanda gedim, orada namaz qılım, filan kəsdə məni görsün, qiyamətin gündə ona deyəcək, namazım deyəcək, get filan kəsin yanına. Orucum deyəcək, get filan kəsin yanına. Gələcək filan kəsin yanına, görəcək, dədə vay, bunun müsibəti var, məndən də betərdir. Ondan sonra, yevmə təbərrəəlləzinət təbəu minəlləzinət təbəu oradadır. Onlar ki bir-birinə tabi olublara, tabi olanlar tabi olunanlardan və əksinə bir-birindən təbir edəcək. Gələcək orada səsini çıxartmayacaq onu görəndən sonra heç qoy bilməsinlər mən buna görə namaz qılmışam. Ya filan əməli buna görə eləmişəm. Qoy bilməsinlər, işim biraz da nədir? Çətinləşər. Allah onu ona vəkil edəcək. Və mən əradən nasə bil kəsiri min əməli fi təbin min əməli və səhrin min leyli əballah. Bir adam əməli eləyə Allahdan başqasına görə, ya Allahdan başqa bir şeyə görə, ya Allahdan başqa bir kəsə görə xalis niyyətlə, sidqi niyyətlə eləməyə, özdə o qədər çox əməl eləyə, bədəninə əziyyət verə və gecəsin sübh eləyə bu çoxlu əməli ilə Allah Teala nə edəcək? Yüqəllilləhu fi eyni mən səmiyəhu. Allah Teala onu gözündə nə edəcək? Azaldacaq, az göstərəcək. Özdə bilirsiniz kimin gözündə? Kimə görə eləyirdisə. Qoy mən çox zikr eləyim, filan kəs görsün, mən çox zikr eləyəm. Qoy mən çox namaz qılım, cəmaat görsün, mən çox namaz qılanam. Mən çox ehsan eləyim, cəmaat görsün ki, mən çox ehsan eləyənəm. Bu yolda özünə nə qədər əziyyət versə, o Allahın yanında heç nədir. Amma o adama ki görə eləyir, onun da gözündə Allah Teala bunu az göstərəcək. Bu elə biləcək, filan kəs məni gündə 500 rəkat namaz qalan bilir, amma əslində filan kəs bunu belə də gündəlik namazın gücünə eləyən, qılan biləcək. O cürə hesab eləyəcək. Allah onu onun gözündə elə göstərəcək. Həzrət Peyğəmbərdən də bir dənə hədisimiz var. Buyurur ki, Yu'mər birizalin ilənnar fəyəqul ləhum xazininnar ya əşqiya ma kanə haluk. Qiyamətin günündə deyir, bir dəstə insanları əmr eləyəcəklər, aparın cəhənnəmə. Cəhənnəmin xazini deyəcək ki, ay bədbəxtlər, ya əşqiya, ay bədbəxtlər, ma kanə halukum.
Niyə siz bu cürəsiz? Nə olmuşdu? Nə eləmisiniz ki, sizi gətirirlər cəhənnəmə? Qalu kunna nə'məli qeyrillah. Bunlar da deyərlər, başa düşüblər, axı orada inkar. Mən deyirəm ki, məni alladalar. Elə sən deyirsən ki, səni alladaq. Orada da məcbur deyir, bizim günahımız Allahdan başqasına görə ibadət eləmişik. Qilə lənə, xuzu səvabəkum mimmən əmilə ləhum. Deyir, biz Allahdan başqasına görə ibadət eləmişdik. Burada da bizə dedilər, kimə görə ibadət eləyibsiz, gedin onun yanına. Biz də getdik, elə kənardan gördük, əylə-əylə qayıtdıq, qaçdıq ki, qoyub bilməsinlər, biz onun yanına gəlmişik. Elə deyir, qaçdıq, çıxdıq, gəldik bir yana ki, belədir. Da elə yolumuz cəhənnəmədir. O bizdən də betərdir. Laf onlardan da betər olmasa bir şey verə bilməz axı. Laf getdilər, gördülər, bu belə keyfdədir, əla bir vəziyyətdədir. Neyin yandı buna? Gücünən canını götürüb özü gedib, girib Behiştin qapısına qədər çatıb. Elə deyil. Nə verəcək bunlara ki, ta nə olsun, bunlar da bundan Behiştə gəlsin. O özə qiyamət məqamında. Heç yadına salır. Heç səsini eşidəcək, heç dönüb baxa biləcək. Bəyəm qulaq kiminsə səsini eşitməyə. Baxın, bilirsiniz də, o qulağımız bizim niyə görə qeybəti eşidir? Dilimiz niyə qeybəti eləyir? Çünki qulağımızın açmışıq, o şot için ayırıb atmışıq, olub bez limit. Dilimiz də ona görə. Ona görə nə gəldi danışır, nə gəldi də eşidir. Qədim kişilər belə bir misal deyir da, Həzrəti Salmanla başqa səhabələrin məsələsində. Eşitmişdiniz də onu, toy məsələsini. Deyəcəm, indi yadınıza düşəcək, 2021 dəfə mən demişəm. Həzrət Salmanla bir nəfər gəlirdi Peyğəmbərin yanına, belə deyirlər, mənə yazıda rast gəlməyib. O gəlib bir yerdən keçəndən sonra, ya Əbu Azər, ya Salmana. Dedilər ki, o yanındakı dedi ki, gördün toyda bədbəxtlər necə çalıb oynayırdılar. Dedi, nə toy? Dedi, indi yanından keçdik. Dedi, vallahi eşitmədim, görmədim. Bu biraz Əbu Azərdə şəkk elədi, ya Salmanda şəkk elədi. Biz olsaydı deyərdik ki, təqva da bunu şişirdi, partladır. Eləncə adama da indi elə deyirik, eləncə qulp qoyuruq. Adı vay vay vay, ondan adını dəyişib qoyuruq təqva. Başlayırıq məzəmmət eləməyə. Məlum, biraz çox zikr eləyən gördük, biraz təqvalı adam gördük. Görürsən, məsələn, biri bir şeydən şübhələnir, yemir. Görürsən, amma mən şübhələnmirəm, yeyirəm. Məcbur da eləyirəm, onu ye. Yeməyəndə də üstünə bir dənə ad qoyuram. Ada otursun hesabı diz kitaba, razborkuya, o düz çıxacaqdır, elə deyir. O deyir, Həzrəti Əli deyib ki, bütün şübhəli şeylərdən çəkinin. Şübhə, dünyanı, ahirəti şübhəli, bütün şeylərdən çəkinənlər başa düşər. Haramdan elə yəqin bu şey ki, haramdır, ondan hamı çəkinməlidir. Amma əhli-vərə odur ki, şübhəli şeydən də çəkinsin. Bu biraz şübhə elədi Həzrət Salmana, ya Əbu Azərə, gəldilər Həzrət Peyğəmbər yanında, dedilər, ya Rasulullah, belə şey mümkündür ki, bir adam gələ, bu boyda zurna qavalın qabağından keçsə, onun səsini də eşitməyə. Həzrət dedi, hələ onu bırax, sən bu yaxında ölməlisən. Qaç arvad uşağıyla halallaşca. Bu qaça-qaça getdi, arvad uşağıyla halallaşdı, gəldi, hə ya Rasulallah, bu yaxındadır, hə də ölüm yaxındadır da. Kim 1 il yaşayacaq? 5 ildən də sonra, 20 ildən də sonra olsa yaxındır. Yəni kimsə deyər, Həzrət Peyğəmbər onu Allah'dı, yalan danışdı, sonra başlayırlar Facebook'da yazışmağa, ölüb yaxında, Allah qiyamət deyir, nə saatə qərib. Qiyamət yaxında, hələ 8000 ildir deyir, yaxındır, görsən hələ olmayıb. Həzrət Peyğəmbər dedi, hələ ölməklə işin olmasını, toyda nə var, nə yox? Dedi, hansı toyda? Dedi, toyda toy, demədim, məhəllədə toy var, çalıb oynayırdılar. Dedi, ya Rasulallah, vallahi heç bilmədim, orada toy var idi, yox idi. Dedi, bax, Əbu Azər həmişə belə haldadır. Salman həmişə bu haldadır. Yəni, bu qulağın bıraxmayıb, şotçun ayrı batmayıb, oraya bir dənə şotçu qoyub, ancaq nə gedir, filtr qoyub ki, ancaq Allahın razı olduqları şey girir bunun qulağına. Allahın razı olduqları şey bunun dili danışır. O da nədəndir? Ancaq elə odur ki, sən gərək qiyaməti, ölümü yadından çıxartmayasan. Allah'a yadından çıxartmayasan. Məlum, bizə deyirlər ki, gedib elə. İmam Sadiq Aleyhisselamdan da bir dənə hədis varımızdır. Bunu da oxuyub, 2 dənə də qəşəng hədisimiz vardı. O qalsın gələn dəfəyə. Bilirəm, onu oxusam, axırda elə 3-4 nəfər eşidəcək. O elə qalsın gələn dəfə hamı eşitsin. Yüca'ı bi əblin yevməl qiyaməti qəd səlla fəyyəqulu rara ya Rəbbi səlləytü li ibtiqai mərzatik. Qiyamətin günündə deyir, bir dənə kişi, bir nəfəri gətirərlər. Ondan sonra o da elə gələ-gələ Allah Teala ilə belə də şerlənə gələr ki, nədir? Namaz qılmışam. Qışqırar ki, ya Rəbbi səlləytü li ibtiqai mərzatik. Ay Allah, sənin dədir,
rizayətvə görə namaz qılmışam. Məhşər hamısı, cəmaat neyinib, 1000 il oruç tutub gəlib, lal dinməz dayanıb orada. Nə bilim, gecə 1000 rəkət namaz qılıb, lal dinməz dayanıb, bu 2 rəkət namaz qılıb, qiyaməti şüvəni götürüb. Ay Allah, mən namaz qılmışam, özdə sənə xatır. Cavabında gələr ki, fəyuqalulah, bəllə səlləytə liyuqaliləkə ma əhsənə salat filan. Ona deyərlər ki, sən mənə görə qılmamısan. Sən qılmısan ki, qoy desinlər filancası nə gözəl namaz qılandı. Sən buna görə qılmısan. Dalı məlumdur, danışmayayım. Bir adama ki, qiyamətin günündə desələr ki, sənin namazın mənə görə deyir, qılmısan buna görə ki, desinlər, nədir? Sənin ehsanın yetimlərə görə deyirdi, qoy desinlər, filancəs nədir? Yaxşı ehsan verən adamdır. Sənin həccün Allaha görə deyirdi, qoy sənə desinlər ki, hacıdır, sonra da qoy desinlər, 5 dəfə hacca gedib. Nə bilim, nədir, belə də bu adlara görədir, getdə görə o adlar sənə bir şey verəcək ya verməyəcək. Adla adama nə verir? Etsin. Adama verən, bir dənə adam, adama nəsə verir. O da mömin. O da mömin. O da muttəqi. O da təqvalı. Bunlar hamısı addır da, sifətdir. Ora mömin kimi getdin, orada sənə nəsə verəcəklər. Amma mən 30 dəfə Məkkəyə getmişəm, 40 dəfə Kərbəlaya getmişəm, nə bilim də, qabaq mod düşmüşdü, elə kimi döndürürdün, deyirdi, çağırda məsumam, Deyirdim, axı, çağırda məsumun cəm biri qalıb, onu üstü, sən onları da toplayıbsan, belə çağırda, yəni məqsədi bu idi ki, nə eləmişəm? 14 məsumun hamısını ziyarət eləmişəm. Biz son zaman moddan düşüb, 5-6 il bundan qabaq, siz onda burada deyirdiniz, onda deyir, çağırda, elə söz düşmüş, ağzını açan kimi deyir, çağırda məsumam. Bir dəfə də oturdum filan kəsdim, bunlar ki, deyirlər, çağırda məsumam, hələ imam zamanı eləməyiblər, ziyarət eləməyiblər. Elə deyir, bu bir. Hələ deyək ki, bu bir dəfə yəsizlikdə görüb həzrəti ziyarət edib, ona da suizən eləmək. Bu çağırda məsumun içərisində xanım Zəhra da vardı, yoxdur. Elə deyir, 12 imam, bir peyğəmbər, bir də xanım düz sayıram da, elə deyir. Bu xanım Zəhranı bunlar harada ziyarət edib? Onu nə tər tuturlar odur? Mod düşmüşdür, çağırda məsum. Dedim, kişi çağırda məsum 14 nəfərdən ibarətdir, sən bir nəfərsən. Bir də ki, hələ gərək gör, qəbul ediblər səni, ya eləməyiblər. Məlum. Budur, görsən, o ad çağırda məsumam, mən filan kəsəm, bunların heç birinin faydası yoxdur orada. Bir dənə faydası odur ki, orada bir var, səni görəndə deyirlər, məsələn, hacı filan kəs gəldi, onun bir faydası yoxdur. Desələr ki, Allah, sənin bu mömin bəndən gəldi, onun faydası var. Daha doğrusu belə deyək də, əgər Əzrail əleyhissalam gəlib başının üstündə durub deyəndə ki, ay hacı Kərbəlayı Məşədi filan kəs, ya Allah canı təhvil ver, gedirəm, vay halıva. Batdın. Çalış 1-2 saat, 1-2 gün möhlət al, başqa bir şeylə çağır onu gəlsin. Yox, gəldi əgər başının üstündə dayandı, dedi ki, ya əyyətühən nəfsil mutməinnə irciyə ilə rəbbikə raziyyətən mərciyə, onda bil ki, kefin sazdır. Onda bil ki, işlərin yaxşıdır. Məlum, Allah Muhammed Ali Muhammed xatirinə bizi möminlərdən qərar versin. Dünya və axirətdə bizi Əhl-i Beytin ziyarətindən və şifayətindən binəsib eləməsin. Özü bəyəndiyi bəndələrdən qərar versin. Zərrə qədər nəfsimizin umuduna qoymasın. Nəfsimizin şeytanın şərri vəsvəsəsindən uzaq eləsin. Allah bağışlamamış bizi dünyadan aparmasın. Qurandan və Əhl-i Beytdən ayrı salmasın. Nəslimizdən Əhl-i Beyt və Quran düşməni qərar verməsin. Müsibətimizi dinimizdə qərar verməsin. Allah Qur'anın, Əhl-i Beytin düşmənlərin tezlikcə məhvi nabud eləsin. Muhammed Ali Muhammed xatirinə olar ki, axirətdə rüsvaydılar, onları da dünyada da rüsvay eləsin. Allah möminlərə onları göstərsin inşallah. Muhammed Ali Muhammed xatirinə tamamən möminlər, xüsusən bu cəmdə əyləşənlərin tamamən duaların qəbul eləsin, müşkillərin həll eləsin, iltiması dua eləyənlərin duaların qəbul eləsin. Allah möminlərə halaldan bolluca ruzu qismət eləsin, özündən möminlərdən başqa heç kimə möhtac eləməsin, bərəkətli uzun ömrə ta eləsin. Muhammed Ali Muhammed xatirinə tamamən din düşmənlərin, zalimləri məhvi nabud eləsin. Allah bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Ağamız
Hafiz İmam Zamanın qəlbi nazəninin bizdən razı, xoşnud eləsin. Elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Ağanın zuhurunda təcil eləsin. Bizi ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat zikr.